Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən Xitam İsmailov adına 2 nömrəli tam orta məktəb ölkəmizin ən qocaman təhsil müəssisələrindən biridir. Qədimliyi ilə yanaşı həm də zəngin əsaslı təhsil ənənələrini özündə birləşdirən məktəbin nə az nə çox düz 135 yaşı var. Burada fəaliyyət göstərən müəllimlər vaxtilə elə bu məktəbdə təhsil alan şagirdlər olublar. O zamanlar Slavyanka kəndində bir çox millətin nümayəndələri yaşayıb, bir qrup savadlı şəxslər, ziyalılar uşaqları başlarına toplayaraq onlara dərs deyərmişlər. Məktəb 10 dekabr 1887-ci ildə inşa edilərək fəaliyyətə başlayıb. İlk vaxtlar sənət məktəbi kimi fəaliyyət göstərib. Cəmi 2 sinif və 2 müəllimdən ibarət olub. Burada Rus, Azərbaycan və Yunan dilini mükəmməl bilən müəllimlər çalışıb. Təhsil ocağına 1992-ci ildə bu məktəbin məzunu olmuş tibb elmləri doktoru, professor Xitam İsmailovun adı verilib. Gündən-günə müasirləşən vətənimizin hər yerində olduğu kimi, Gədəbəyin Slavyanka kəndində yerləşən bu məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012-ci ildə əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilib.